Doy 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 doy. Salam dəyərli izləyicilər. Dəyərli dostlarım, bugün sizə təbiətin və yeniliklərin simvolu olan yel çərşənbəsi haqqında danışacağam. Bizim vaxtımızda, dədə-babalarımızın vaxtında, Novruz bayramlarında, çərşənbələrdə tamaşalar göstərilərdi. Tamaşa, teatr. Lap karifə əcdahamız olan Yaşar Nuri demişkən. Ada, biraz dil oynayın da. Ada biraz dil oynayın da. Xüsusilə Kosa və Keçəl indiki gənclər deyir, o stand-up'ın lap babası sayılardı. Kosa bolluqdan danışar, amma boş qazan döyər. Keçəldəki saçın var kef elə deyib hamını ruhlandırardı. Təbii ki də Novruzun əsas simvolu, vazkeçilməzi bu səmənidir. Səməni deyiləndə ağlınıza göyərmiş buğda gəlməsin. Səməni başqa aləmdir. Odur ki, küləklərə söz deyib inciyənlərdən olmayın. Qoyun bu yel çərşənbəsi evimizə bol ruzi və bərəkət gətirsin. Sağ olun, ilaxır çərşənbədə görüşənədək.